Abdullah ibn Əmr rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Siz qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: Bu ümmətin kasıb və miskinləri hardadır? Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: Nə etdiniz? Onlar deyəcəklər: Ey Rəbbimiz, sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var dövləti və hakimiyyəti başqalarına verdin. Allah deyəcək: Doğru dediniz. Onlar bütün insanlardan qabaq cənnətə daxil olacaqlar. Var dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olanlar isə qalacaqlar. Səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdular: O gün möminlər harada olacaqlar? O buyurdu: Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə gölgə salacaq. O gün möminləri günün bir saatı qədər qısa olacaq. İbn Hibban 7419-cu, Əl-Heysami Məcmu'z Zəvaid 18350-ci hədis. Şueyb Əl-Ərnavud istinadının həsən olduğunu bildirmişdir.